Artıq təhsil həyatına qədəm qoymuşuq, yeni tədris ilidir. Mənim fikrimcə məktəblərdə bu saat, bu günlərdə vəziyyət o qədər də yaxşı deyil. Çünki niyə? Fikrimcə artıq sosial bir dövrdəyik və sosial bir dövrdə də insanlar sosial statuslarına görə fərqlənir. Kiminin anası, kiminin atası, hansı sosial təbəqədədir. Və yaxud da mənim atamın filan maşını var, mənim anamın filan maşını var. Uşaqlar bir-birindən daha çox bəhəsə girirlər və bu bəhəsdə uşaqları məktəbdən soyudur. Və üstəgəl də uşaqların telefon bağımlılığı, uşaqların televizora, cizgi filmlərə, indi çox da cizgi filminə baxan yoxdur, əsasən oyunlar, telefondakı oyunlar, Roblox, PUBG, Free Fire, buna müxtəlif oyunlara aid etmək olar ki, uşaqları ən çox xəstələndirən oyunlardır demək olar ki, uşaqlar 3 ay yay tətilindən çıxdıqları halda birdən-bir onların əlinə dəftər, kitab, qələm verilir və adaptasiya çətin gedir və onun üçün də psixoloji problemlər baş alır və valideynlər də düşünürlər ki, uşaqda davranış pozuntusu var və bir çox psixoloqlarda davranış pozuntusu diaqnozu ilə uşaqları daha da geriyə atır. Əziz valideynlər, hələ ki adaptasiya dövrü gedir.